Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün riyaziyyat fənnindən model sınaqla qarşınızdayıq. Model sınaq 5. 4 sınağımız kanalda yerləşdirilib. Bundan əlavə ibtidai sinif müəllimlər üçün yetəri qədər video izahı, test izahı, mövzularla izahı kanalımızda var. Araşdırıb baxa bilərsiniz. Vaxt itirmədən keçək sınağımızda olan hər bir sualın izahına. Ümumiyyətlə model sınağımızda çalışırıq ki, proqram daxilində üst səviyyəli olan suallardan istifadə edək. Baxaq, birinci sualımız fəza fiqurlarından bağlıdır. Aşağıda göstərildiyi kimi hər birinin həcmi 8 kub santimetr olan kiçik kublar qutuya doldurulur. Qutunun 80% doldurulana qədər daha neçə belə kiçik kub lazımdır. Qutu da burada gördüyümüz kimi düzbucaqlı paralelipiped formasındadır. Başqa cür desək kuboid formasındadır. Bu qutunun eni 10 cm, uzunluğu 14 cm verilib. Bizə bu hündürlüyü tapmaq lazımdır. Bu hündürlüyü də burada bu sarı olan narıncı deyək, narıncı renkli olan kubların vasitəsilə tapa bilərik. Burada kiçik bir kubun həcmi 8 kub santimetr göstərilib. Onda bunun həcmi 8-dirsə, tilinin uzunluğu 2-2-dir. Onda belə çıxır ki, bunun üst-üstə neçə dənə kub yerləşdirilib ona baxaq. Görə bilərik ki, burada 1, 2, bunu olsa da bu da 3. Nəticə olaraq 3 dəfə 2, 6 santimetr. Yəni bunun hündürlüyünün 6 santimetr olduğunu biz kiçik kubu əsasən müəyyənləşdirdik. Çünki 3 dənə kub üst-üstədir nəticə olaraq və 3 dəfə 2, 6 santimetr. İndi biz əvvəlcə burada nəyi tapa bilərik? Bu bütöv qutunun həcmini tapa bilərik. Bütöv qutunun həcmi nəyə bərabərdir? 10, 3 ölçünün bir-birinə vurulması. Uzunluq 14, vurulsun 6. 140, 140-ı da 6-ya vuranda elədi 840 kub santimetr. Böyük fiqurun həcmidir. Yəni, böyük qutunun həcmi. İndi, qutunun 80% doldurulana qədər. Biz baxaq görək. Qutunun içərisində də müəyyən qədər kiçik kub yerləşdirilib. Baxın, burada neçə dənə kiçik kub var? Gəlin baxaq. Kubun üstündən baxsaq, dəyərli müəllimlər, baxın. Üstlərinə yazıram. 2 dənəsi burada, 2 dənə burada, 2 dənə burada. 1, 1, burada da 3 dənədir var. Üst-üstə 3 dənə kub qoyulub. Baxın, bu ən hündürdə. İndi görünməyən tərəfdə bunu biz vizual olaraq təsvir eləyə bilirik. Nəticə olaraq burada neçə dənə kub var? 3, 3 dəfə 2, 6, 9, burada da var 11. 11 dənə kiçik kub var. Birinin də həcmi 8 kub santimetrdirsə, 11 vurulsun 8 bərabər 88 kub santimetr. Dolu. Yəni, içərisində 11 dənə kub var kiçik. Bunu saydıq. 3 dənə buradadır, 2 dənə burada, 1, 1. Əla. İndi bu 840-ın da 80% doldurulana qədər. 840-ın 80%-ni tapıram, bölürəm 100-ə, sıfırlarımız gedər, bərabər eləyər 672 kub santimetr. 672 kub santimetr doldurulmalıdır. Yəni 80% doldurulmalıdır. Bunun içərisində də 88-i var idi axı. Demək 672-dən 88-i çıxıram, qalır nə qədər? 584 kub santimetr. Demək 584 kub santimetrimiz lazımdır ki, həcmi 584 kub santimetr olan kiçik kub lazımdır ki, bura doldurulsun. Birinin də həcmi 8-dir. Nə edəcəyik? Bu 584-ü böləcəksən 8-ə, bərabər elədi 73. 8 dəfə 3, 27, 56, 58. Doğru cavab Y variantı. Olduqca maraqlı və ətraflı izah tələb edən bir sual idi. Yəni, bunu yaza bilən bir müdavim fəza fiquru bu və ya digər formada düşsün, o sualın içərisindən çıxacaq. Nə elədik? Əvvəlcə hündürlüyü tapdıq, bu kiçik kublar əsasən. Sonda içərisində neçə dənə kub yerləşir, onu tapdıq. Ümumi həcmi 80%-ni tapdıq. Nə qədər gedir, onu tapıb məsələnin sonuna gəldik, çıxdıq. Növbəti sürət məsələmiz. Bu sürət məsələsi həcm olaraq böyükdür. İlk baxışda müəllimlərin bəziləri bu sualdan vaz keçər ki, yəni bu sual müəllim çətin gəlir, həcmi böyükdür, onsuz da çətin olacaq və s. Amma qeyri-adi bir şey yoxdur. Təbii, burada cəmi 2 əməliyyat yerinə yetirəcək. Baxın, 2 dənə əməliyyat. Nədir burada? A şəhəri buradadır, B şəhəri buradadır. Buradan yük maşını, buradan isə minik avtobusu eyni anda bir-birinə doğru hərəkətə başlayırlar. Baxaq. İndi müəllimlər, bunun sürəti 45 olsun, bunun da sürəti 30. Və bu A şəhərindən eyni zamanda 180 km/saat olan qərbə bir milçək də buradan
gedir. Bunun da sürəti 180-dir. Məntiq nədən ibarətdir? Bu maşınlar görüşənə qədər bu milçək gələcək bura, gələcək bura, gələcək bura, qayıdacaq, gələcək qayıdacaq. Yəni şüyə dəyir, qayıdır, dəyir, qayıdır. Ta ora qədər ki, bu maşınlar burada görüşsün. İndi biz maşınların görüşmə vaxtını müəyyənləşdirəcəyik. Maşınlar neçə saatdan sonra görüşür? Məsələmiz qarşı-qarşı hərəkətə aiddir. Ümumi aradakı məsafə 750 kilometrdir. 750 kilometri bölərək bunların sürətləri cəminə, yəni 45 ilə 30-un cəminə, bu eləyər 75, 750-ni də 75-ə böləndə eləyər 10 saat. Bu 10 saatdan sonra maşınlar görüşəcək. Bizim bu milçəyimiz də 10 saatdan 10 saat ərzində yol gedəcək. İndi bu düzdür, məsələnin sonu biraz pessimistdir. Yəni maşınlar toqquşur və milçək ölür. Bu da bir məsələni daha da maraqlı eləyir. Pessimist olsa da belə düşünək. 10 saat. 10 saatdan sonra məsələ bitir. Yəni bu milçək 10 saat ərzində gedib gəlir. Sadəcə onu da vuracaqsan nəyə? Milçəyin sürətinə. 180-ə. Bu da bərabər eləyəcək 1800 kilometr. Cavab C variantı. Neynədir əməliyyatımız? Maşınların görüşmə vaxtını tapdıq. Bu milçək də maşınlar görüşənə qədər hərəkət edəcək və bitir. Növbəti sualımız faiz məsələsidir. Maraqlı bir faiz məsələsidir. Bunu mən birinci olaraq, dəyərli müəllimlər, tənliklə həll edəcəm. Tənlik biraz uzun olacaq. Sonra tənliksiz də həllini sizə göstərəcəm. 2 üsulla həllini deyəcəm, səbir olun. Şirkət ilk qurulanda işçilərin 40% xarici dil bilirdi. Biz bilirik ki, başlanğıcda hər bir şeyi 100 və ya 100x götürürük. İndi bizdə şirkətdə neçə işçi çalışır, bunu bilmirik. Ona görə mən başlanğıcda işçi sayını işçi bərabərdir 100x götürdüm. İşçilərin 40% xarici dil bilirsə, 100x-in, 100-ün fərqi yoxdur. 40% ilə 40-a bərabərdir. Onda çünki 100x vur 40 böl 100, 100-də gedəcək 40x qalacaq. 40% xarici dil bilirsə, onda olacaq 40x. Mötərizədə yazıram xarici dil bilən. Bəs bilməyən nə qədər olacaq? 60x. Xarici dil baş hərflərini yazıram. Bilməyən. Xarici dil bilməyən. İndi sonradan şirkətə 200 nəfər əlavə olunur. Şirkətdə işçilərin sayı nə qədər idi? 100x. 200 nəfər əlavə olundu. Oldu 100x üstəgələk 200 nəfər. Və bu zaman xarici dil bilənlərin sayı ümumi işçilərin 32% olur. Bunun 32%-ni tapaq. Vur 32 böl 100. Buradan bərabərdir. Bərabərdir. Sadələşdirsək, bu 100-ü burada mötərizə xaricinə çıxarsaq, x üstəgələk 2, burada da vur 32, burada da 100. Yüzlərimiz gedər, nəticə olaraq qalar 32x üstəgələk 2. Bu adi hesablama qaydasıdır. Buranı da daha sadələşdirsək, 32x üstəgəl 64 yaza bilərik. 32x üstəgələk 64. Bu 32x üstəgəl 64 nədir? Son vəziyyətdə xarici dil, bura yazıram bilən. Bilən. Bəs bilməyən nə qədər olacaq? Gəlin baxaq. Ümumi nə qədər idi? 100x üstəgəl 200 deyil. Bu 100x üstəgəl 200-dən bilməyənləri çıxarıq. 32x üstəgələk 64-dür. Sadəcə olaraq bunu çıxacaq. Buradan çıxanda 200-dən 64 çıxanda qalır 136. 100-dən də 32-nin çıxanda qalır 68x. Bu isə son vəziyyətdə bilməyən. Bilməyən. Daha proseslərimiz hazırdır. Sonda bizə deyir ki, əgər son vəziyyətdə xarici dil bilməyənlərin sayı, yəni bu 68x üstəgələk 136, xarici dil bilənlərin sayından, xarici dil bilməyənlərin sayı bilənlərdən 180 nəfər çoxdur. Bilənlər də 32x üstəgələk 64-dür. Bu bundan 180 nəfər çoxdursa, bunun üzərinə 180 gələcəyik ki, bərabərliyimiz ödənsin. Həll eləsək, sağa sola keçirsək, buradan alınar 36x bərabərdir. Çıxsaq 108 alınar. X də bərabərdir 3. Bizdə də başlanğıcdakı işçilərin sayı 100x idi. 103-ə vuranda elədi 300. Doğru cavab C. Əməliyyat uzun oldu müəllim. Olsun.
Yəni tənliklə ola biləcək ən ideal həll budur. İndi siz tutaq ki, çoxlu sual işləmisiniz. Biraz özünüzdə irəliləyiş hiss edirsiniz, vərdiş yaranıb. Bunu sondan doğru gedib yaza bilərik. Yəqin ki, bu həlli götürdünüz özünüz üçün. İndi gəlin bunu tənliksiz deyək də daha sadə düşünək görək necə yaza bilərik. Baxın. Sona baxırıq. Nə deyir bizə? Əgər son vəziyyətdə və ümumi sayı 32% olur. Bilənlərin sayı. Onda 32% bilənlərdirsə, bilən. 100-dən 32%-ə çıxırıq, 68% bilməyəndir. Bilməyən. İndi, bilməyənlərin sayı bilənlərdən 180 nəfər çoxdur. Faiz olaraq neçə faiz çoxdur? Baxın, faiz olaraq neçə faiz çoxdur? Oxuna göstərək burada. 68-dən çıxıram 32-ni, bərabərdir. Neçə faiz çoxdur? 36% çox. Faiz olaraq 36%dir. Tam ədəd olaraq 180. İndi nəyin 36%-i 180 eləyir? 36%-i 180 olan ədəd. Faizinə görə də tapmaq üçün ədədi, yəni 180-i vururam 100-ə, bölürəm 36-ya. 36-36-ya 1, 180-36-ya 5 bərabər 500 nəfər. Bu 500 nəfər ən sondakı vəziyyətdir. Yəni sondakı 500. Amma bizə deyir ki, şirkət qurulanda. Bəs şirkət qurulanda neçə nəfər olduğunu necə taparıq? Sonrada nə qədər adam əlavə olunmuşdur? 200. Bu 500-dən 200-ü çıxarıq, bərabərdir, qalar 300. Doğru cavab elədi. C variantı. Baxın müəllimlər. Müəllim, bu daha rahatdır. Təbii ki, rahatdır. Amma ən rahat olan odur ki, sən bunu məsələnə baxanda ağlına gəlsin. X amma elədir ki, ağlıva gəlməsə belə X-lə yola çıxanda nəyisə gəlib bir nəticəyə çıxacaqsın. 4-cü sual. MİQ 2025 imtahanda iştirak edən müəllimlər bilir. Sualların alternativini çalır. Məsələn, bu sual oradakı sualın alternatividir. Şəkildə verilən M və N mərkəzli çevrələrin radiusları 8 cm-dir, bərabər çevrələrdir. CD parçasının uzunluğu 3 cm-dir. Bax, buradan bura qədər 3 cm-dir. İndi, məsələn, M mərkəzli çevrənin radiusu 8-dirsə, bunun radiusu buradan bura qədər idi də. Burada 3-dürsə, onda bura 5-dir. Eləcə də bu M mərkəzli çevrən. Buradan bura 8-dirsə, onda burada 5 olacaq ki, yəni 3 ortadadır, onda 5 bura düşür, 5 də bura. Bizdən AB-nin uzunluğunu soruşur. Bu radius da burada 8-dir. Onda burada 8-dir. Nəticə olaraq biz AB-nin uzunluğunu tapmaq üçün 8 üstəgələk 5, üstəgələk 3, üstəgələk 5, üstəgələk 8 yazmalı olacaq və bunların cəmini tapaq. 5 ilə 3, 8, 24, üzərinə də 5 gələndə 29. Doğru cavab 29. Baxın müəllimlər, yəni vizual olaraq şəkildə görsənir, sadəcə diqqətli olmağımız əsas şərtdir. Gəldik 5-ci sualımız, kəsirlərin müqayisəsi. Bu sualı ola bilər ki, baxanda deyəcəksiniz, biz məxrəclər bərabər olan kəsirləri müqayisə edə bilirik. Məxrəclər bərabər olan kəsirlərdən sürəti kiçik olan kiçik, böyük olan böyükdür. Və ya əksinə, sürəti bərabər olan kəsirlərdən məxrəci böyük olan kiçik, məxrəci kiçik olan böyükdür. Amma burada nə sürət bərabərdir, nə məxrəc bərabərdir. Ağlınıza gələn ilk yol ya məxrəci ya sürəti bərabərləşdirmək olar. Və məxrəc sürəti də baxanda görürük ki, kifayət qədər böyük ədədlərdir və bir-birindən qarşılıqlı sadə ola bilən ədədlər var. Bu bizi çətinə salar bunları bərabərləşdirmək, bir-birinə vurmaq və s. lazım olacaq. Kanalda kəsirlərin müqayisəsi izahımız var. Baxan müəllim amma mütləq bu sualı orada görəcək. Kəsirlərin müqayisəsi veriləndə, hətta buradakından daha böyük məxrəc sürət verilə bilər. 5-10 sayının suala baxanda orada nəsə görmək olar. Baxın, məxrəc və sürətin arasındakı fərq nə qədərdir? 4. Burada fərq nə qədərdir? 4. Burada nə qədərdir fərq? 4. Qaydanı yadımıza salırıq. Məxrəc və sürəti arasındakı fərq eyni olan, hansı ki, burada eynidir, hər birində fərq 4-dür. Düzgün kəsirlərdən məxrəci kiçik olan kiçik, məxrəci böyük olan böyük olacaq. Bir qaydanı bir yerə yazın. Təkrar edeyim keçək sualımıza. Məxrəc və sürəti arasındakı fərq eyni olan düzgün kəsirlərdən məxrəci kiçik olan kəsir kiçik, məxrəci böyük olan kəsir böyük olacaq.
İndi burada məxrəci kiçik hansıdır? C-də, yəni 47, onda C kiçikdir. Və düzgün kəsir sözünü işlədirəm. Düzgün kəsir hansı kəsirlərdir? Sürəti məxrəcindən kiçik olan kəsirlər. C kiçikdir A-dan, bu da kiçikdir B-dən. Belə bir cavabımız harada var? C kiçikdir, A kiçikdir B, D variantı. Növbəti sualımız MİQ 2024-ün qəbul sual əsasında yazılmış sualdır. İllik xərci 9600 olan bir nəfərin aylıq gəliri 2500 manatdır. O 40900 manata olan maşını neçə aydan sonra ala bilər? Bunu da iki yolla həllini sizə göstərəcəm. Birinci baxırıq nəyə? Bir nəfərin aylıq gəliri 2500 manatdırsa, illik gəliri nə qədər olacaq? Bir ilimiz 12 aydır. 12-ni vuraram. 2500-ə bərabər eləyərik. 12-ni 25-ə vuranda 300, sonda da 2 dənə 0. Yəni 30.000. Yazıram bura illik gəlir. Yaxşı. İllik xərcimiz də bu qədərdir. Gəlirdən xərci çıxıram. 30.000 manatdan 9600 manatı çıxıram. Qalır 20.400. Bu 20.400 nədir? Tutaq ki, adam qarşısına məqsəd qoyub ki, mən 40.900 manatlıq maşın alacam. Gəliri bu qədərdir, xərci bu qədərdir. Bu əlində qalan puldur, 20.400. Bunu sadə formada belə deyək, bir ildə kənara qoyduğu pul. Kənara qoyulan pul. Qoyulan. Yəni adam məqsəd qoyur ki, pul yığacaq. İndi o 40.900 manat olan maşın. Tutaq ki, birinci il nə qədər kənara pul qoydu? 20.400. İkinci il nə qədər qoyacaq? Yenə də 20.400 manat. Cəm nə qədər eləyəcək? 40.800 manat. Amma diqqət edirik. Burada yazılıb o 40.900 manata. Bəzən düşünər ki, müəllimlər neçə aydan sonra 2 ilimizdə 24 aydır, 24 aydan sonra yox. Bu növbəti bu 24 ay elədi də. Demək adam 24 ay ərzində 40.800 manat pul yığdı. Demək 25-ci üstə gəl 1 ay. 25-ci ay olmalıdır ki, düzdür, bunun gəliri 2500 manat olacaq. Cəmi bunun burada 100 manatı çatmır. Amma mütləqdir ki, növbəti ay o pulunu alsın. O qalan pulu da kənara qoyar. Yəni biz əsas o 40.900 manatı düzəltməkdir. Demək növbəti 1 ayda olmalıdır ki, 2500 manat gəlsin, 40.900 düzəlsin. Demək 24 ay, 1 ayda burada 25 ay. Yəni cavab 24 yox, 25-dir. Bu belə. Bunu burada qeyd elədik. İndi gəlin baxaq nəyə. Bunu digər dediniz müəllim, digər yolla da həll eləmək olar. O digər dediyiniz yol nədir? Əslində o digər yol da bir-birinə bənzər yoldur. Yəni çox fərqli yol deyil. Bunu silək. Digər yolumuz aya görə hesablayıb yola çıxmaqdır. İllik gəliri 2500 manatdır. Onda mən nə edəcəm? İllik xərci də 9600-dür. Gəlin aylıq xərcini hesablayaq. Aylıq xərc 9600-ü bölürəm 12-yə bərabər eləyir 800. Aylıq xərc. Aylıq gəlir də 2500. Onda bir aylıq qazancı deyək. Ya bir aylıq qırağa qoyduğu pul deyək. Onu tapaq. 2500 manatdan 800-ü çıxaq. Qaldı 1700 manat. Bir aylıq yığdığı pul. Bunu başqa formada ifadə edə bilərsiniz. Yığdığı pul. İndi ümumi maşının pulu da 40.900-dür. 40.900-ü bölürəm 1700-ə. 2-0 gedir. 409-u da 17-yə böləndə 24 tam neçəsə düşür. Yəni 24 ay və böyük düşür. Onda biz deyə bilərik ki, 24 ay keçirsə bu 25 aydır. Mənim bu daha rahat oldu. Cəmi 3 əməliyyat yerinə yetirdiniz. Yenə deyirəm. Rahat görsənən odur ki, mən artıq bunun ikinci həll yolunu illərimizi vermiş. 10 ildən çoxdur bu işin içərisindəyik. Bilirəm. Sual sənin üçün yenidirsə, burada müəyyən bu 24 tam neçə səni artıq çalışdıra bilər ki, necə ola bilər 24 tam neçə? Bayaq ki, bundan öncəki izahda isə tam sənə açıqlanır. Mən o izaha da, məsələn, nə olsun burada 3 dənə əməliyyat, o izaha daha çox sənin üçün önəmsəyirəm ki, orada sənin üçün sual yeri qalmır. Bu da ikinci izah, buna da yazan müəllimlər üçün bunu göstərdi. Gəldik növbəti sualımıza. Bu da qəbulda istifadə olunmuş sualdır. Orada kisə gətirmək və s. məsələ var idi belə.
Bir işçi ambara 4 saatda 80 qutu yığır. Digər işçi isə 6 saatda 48 qutunu ambardan çıxarır. Demək, bir ambara gətirir, digərisi ambardan daşıyır. Bu maşına yığmaq da ola bilər və s. və ilə. Biz baxaq görək, hər işçi 1 saatda nə qədər qutu gətirir və ya qutu daşıyır. 4 saatda 80 qutu yığırsa, 80-i bölərəm 4-ə, 1 saatda neçə qutu yığdığını taparım. Bura yazdım 20 qutu, 20 dənə. Digər işçi isə 6 saatda 48 qutu ambardan çıxarır. Onda 48-i bölürəm 6-ya bərabər edir 8 qutu. İndi bu biri 20 dənə qutu gətirir. Yığan daha tez yığır. Çıxaran sürəti zəifdir də, daha zəif işləyir. Demək 1 saatda nə qədərsə yerdə qutu qalacaq. 20-dən çıxıram 8-i bərabərdir 12 qutu ambarda qalır. 12 qutu. 1 saatda ambarda qalan. Bunu bildiniz də 1 saatda ambarda qalan. Ən sonunda bizə deyir ki, ambarda 120 qutu qalıb. Onda neçə saat iş görülüb? 120-ni böləcəksən 12-yə. Bərabərdir 10 saat iş. Deməli, 10 saat iş görülüb. Bəs bizim ümumi işimiz neçə saatdır? Buna baxaq. İşimiz 8:00-da başlayıb, 18:30-da bitir. 18:30-dan çıxıram 8:00. Bərabərdir qalır 10:30 ümumi olaraq. Ümumi, yəni bu qədər vaxtda prosesimiz gedib. Bu 10 saat 30 dəqiqənin 10 saatı iş olub. Onda belə çıxır ki, buradan da 10 saat çıxanda bərabər 30 dəqiqə bizim fasiləmiz olub. Fasilə. 2 dənə fasiləmiz olub. 2 dənə istirahət fasiləmiz. İkisi də bir yerdə 30 dəqiqədirsə, biri nə qədər olacaq? 30-u bölərəm 2-yə, bərabər 15 dəqiqə. Demək, bir fasiləmizin müddəti 15 dəqiqə olub. Doğru cavab A variantında. 8-ci suala baxırıq. Maraqlı sualdır. Cəmini hesablayın. İlk baxışda burada bir-bir bunları bölmək bizim ağlımıza gələr, amma daha rahat. Nə var burada? 1 bölünsün 0,1, 2 bölünsün 0,1. Baxın, hər birini, müəllimlər, bu tamın onluq kəsirə bölünməsidir. Kanalda onluq kəsirlərlə bağlı var. Ümumiyyətlə, onluq kəsirlərin bölünməsində məntiqimiz nədən ibarətdir? Burada bölən məxrəcdir də. 1 bölünsün 0,1. Məxrəci elə bir mərtəbə vahidinə vurmalıyıq ki, tam ədəd alınsın. İndi 0,1-də 1. Bunu biz nəyə vura bilərik ki, bu məxrəc tam olsun, yəni 1 olsun. Ona vura bilərik. Məxrəc və sürəti ona vuraq. Onsuz da məxrəc və sürəti ona eyni ədədə vursaq və bölsək, ona bərabər kəsir alınır. Ona vuranda burada 1 alınacaq, bura eləyəcək 10. Aydın oldu. Üstə gələk. Bunu nəyə vursaq məxrəc tam olar? 0 tam artıq vurulmadı da, onluq kəsirlərin mərtəbə vahidinə vurulması. 100-ə vursaq. Çünki bu vergülü sıfırların sayı qədər sağa çəkərik. Sağa da çəksək 1 eləyəcək. Onda burada eləyəcək 1. Sürəti də 100-ə vuranda eləyəcək 200. Üstə gələk. Üçüncü kəsirdə məxrəcdə 0,1000-dir. Məxrəci tam ədəd olması üçün 1 eləmək üçün 1000-ə vurmaq lazımdır. Çünki 1000-in 3 dənə sıfırı var. Bu vergülü 3 rəqəm bura gətirməliyik. Ona 1000-ə vuranda 1 eləyəcək. Eyni zamanda sürəti də vurmalıyıq 1000-ə. Eləyəcək 3000. Üstə gələk. Ən sonuncu kəsirimizdə məxrəc 0,1000-dir. Çünki vergüldən sonra 4 rəqəm var. Demək biz sonunda 4 sıfır olan ədədə vurmalıyıq. Sonunda da 4 sıfır olan ədəd 10.000-dir. 10.000-ə vuranda bura 1 eləyir. 4-ü də 10.000-ə vuranda 40.000. İndi bərabərdir. Bu məxrəzdəki birləri yazmaya da bilərdik prinsip olaraq. Amma yazdım ki, görün hardan alınır. Nəysə 1-ə böləndə həmin ədədin özü alınır. 10 üstə gəl 200, üstə gəl 3000, üstə gəl 40.000. Toplasaq eləyər 43210. A variantı. Bu sual ilk baxışda, yəni məsələn həll eləyəndən sonra fikirləşirsiniz ki, müəllim nə asandır. Amma burada incən bax, sualın quruluşu, bu formada verilməsi ilk baxışda müəllimlərdə çətinlik yarada bilər. Növbəti, maraqlı bir. Ədəd məsələsi deyək, ədəd məsələsi də bizi bərabərsizliyə aparacaq. Oxuyaq sualımızı. Həsən, Kamil və Şamil imtahana girirlər. Həsənin topladığı bal keçid balından 49 bal az, Kamilin topladığı bal 45 bal az, Şamilin topladığı bal 34 bal azdır. Həsən, Kamil və Şamilin topladığı balların cəmi keçid balından yenə azdır.
Keçid balı ən çox neçə ola bilər? Keçid balını bilirik, bilmirik. Ona görə keçid balı bərabərdir x-ə. Yazdıq bura. Baxın. O zaman Həsənin topladığı bal keçid balından 49 bal azdırsa, yazacağım bura Həsən. Baş hərfini yazıram. Həsənin balı x çıxılsın 49. Məsələn, keçid balı 100-dürsə, mənim balım 100-dən keçid balından 30 bal azdırsa, 100-dən 30 çıxaram, balım 70 olar da. Bu məntiq əsasən çıxırıq. Həsəndən sonra var Kamil. Kamilin balı keçid balından 45 bal azdır. Keçid balı x-dir, x çıxılsın 45. Var Şamil. Şamilin balı keçid balından 34 bal azdır. X çıxılsın 34. İndi bu üçünü toplayırıq. Bu üçünü toplayanda 3x 49, 45, 34'ü də toplayanda 9, 5, 14, 4, 18 yazaq bir yadda. 4, 4, 8, 11, 12, 128. 3x çıxılsın 128. Bu üçünün birlikdə topladığı baldır. Amma bizə deyir ki, bunlar ballarını birləşdirsələr belə, yenə keçid balından az olur. Keçid balı x kiçikdir x. Bu da bizə verir sadə bir bərabərsizlik. X keçəcək bu biri tərəfə. 2x bərabərdir 128 keçir bura. Kiçikdir 128. Tənli kimi həll edək də. X də kiçikdir 128 2-yə böləndə 64. Xətti sadə bərabərsizlikdir. 64-dən kiçik olan ən böyük ədəd hansıdır? 63. Doğru cavab B variantı. İlk baxışda həll eləyəndən sonra gələn təəssürat odur ki, asandır. Amma əsas məsələ o həll prosesinə gəlməkdir, qurmaq, yazmaqdır. Bu belə. Növbəti sualımız cəmi A ədədinə bərabər olan ədədlərin hər birini 2 vahid azaltsaq, A ədədi neçə vahid azalar? Biz dəfələrlə suallar işləmişik. Bu hansı suala bənzəyir? Məsələn, bizə deyir ki, 2 rəqəmli ədədlərin hər birini 2 vahid azaltsaq, cəm necə dəyişər? Düşünürsən ki, 2 rəqəmli ədədlər biz 1, 1, 2, 2 artırmağımız kifayət qədər vaxt gedir. Bu həll yolu deyil. Bunun üçün qaydamız nə idi? Qayda var idi. Sayı tapırdıq, istər 2 rəqəmli ədədlərin, 3 rəqəmli ədədlər deyildisə, 3 rəqəmli ədədlərin sayını vururduq bura. İndi mən bu A ədədini sayını tapmalıyam. Burada neçə dənə ədəd var? Burada da görsək görərik ki, 7, 11, 15, 14 neçə artır? 4, 4 artır. Və burada bizim bir say düsturumuz var. O say düsturunu 2x bərabərdir 4 tənliyi kimi, yəni o tənliyin həlli kimi hamı əzbər bilməlidir. O düsturumuz budur. Say bərabərdir son çıxılsın ilk bölünsün fərq. Bu fərq aradakı fərqdən söhbət gedir. Yəni ədədlər neçə artırsa, 2 arta bilər, 3 arta bilər. Hansı ki bizim sualda bu 4 4 artır, üstə gələk 1. İndi gəlin bu tənlikdə, bu say düsturunda verilənləri yerinə yazaq. Son ədədimiz 127-dir. Çıxılsın ilk ədədimiz 7-dir. Fərqə baxırıq. Fərq bu ortadakı fərqdir. Yəni 4 4 artan. Üstə gələk, daha doğrusu böl 4, üstə gələk 1. Bu bir standart. Bütün say düsturunda var. Sonuncunu saymaq üçün istifadə olunur. 120, 120-ni 4-ə bölürsən eləyir 30, 30-un üzərinə 1 gəldik, elədi 31. Deməli, dəyərli müəllimlər, burada 31 dənə ədədin cəmi göstərilib. Hansı ki, burada da bunu nöqtələrlə vermişdi. Biz tapdıq ki, 31-dir. Çünki bu, müəyyən qanuna uyğunluq formasında artan ədədlərdir. Hər birini 2 vahid azalsaq, sadəcə bu sayı 31 vuracaqsan 2-yə bərabər eləyəcək 62 vahid azalma. Deməli, bu ədədlərin cəmi 62 vahid azalardır. Müəllim, biz bu ədədlərin bir-bir 2-2 artır azaltmaq ehtiyac yoxdur. Sən tutaq ki, elə bir imkanın var. Bunun hamısını topladın. Sonra onun hər birini təzədən 2 vahid azaltdın. Sonra onları təzədən topladın. O cəmlə bu cəmi çıxanda yenə də 60 alacaqsan. Amma bir mənalı olaraq beyninlə yerit ki, bir neçə ədədin hər birini cəmini bu qədər artırsaq, ümumi cəm necə dəyişər? Sayı vur buradakı fərqə. Artırmaq desə də, azaltmaq desə də fərqi yoxdur. Burada desəydi, tutaq ki, hər birini 3 vahid artırsaq, cəm nə qədər artar? 31-i 3-ə vurardıq, 4 desə 4-ə vurardıq, 5 desə 5-ə vurardıq və s. Bu qədər dəyərli müəllimlər. Növbəti maraqlı və
proqrama uyğun qəbul tipli 10 dənə sualla qarşınızdayıq. Sualların əksəriyyətini ilk dəfə görürdünüz. Məsələn, bu həndəsə ilə bağlı suallarımız və s. Məqsəd fərqliliklərə öyrəşməyinizdir. Kanala abunə olub paylaşmağı unutmayın. Kifayət qədər izahlarımız var. Yeni endirimli qruplarımıza qoşulmaq istəyən müəllimlər həm MİQ, həm də sertifikasiya burada göstərilən nömrə ilə əlaqə saxlaya bilər. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarımıza görüşərik. Hələlik.